Bizim Cəbiş müəllim filminin fərasətli Makedonu, əslən kababçı olan Makedon kimdir və onu filmə kim çəkib? 1969-cu ildə Azərbaycan Film Kinostudiyasının istehsalı olmuş Bizim Cəbiş müəllim filmi Azərbaycan kinosunun incilərindən biri sayılır. Hərbi kino povestdəki hadisələr 2-ci Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığına hər şeydən üstün tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. Film Maqsud İbrahimbəyovun Müharibənin 1001-ci gecəsi ssenarisi əsasında görkəmli rejissor Həsən Seyidbəyli tərəfindən çəkilib. Çəkildikdən sonra Moskvaya göndərilib. Həmişə olduğu kimi Moskva bu dəfə də filmdə bəzi epizodların dəyişdirilməsinə göstəriş verir. Amma görkəmli rejissorun gərgin mübahisələrindən sonra filmin heç bir epizodu dəyişdirilmir. Elə olduğu kimi yayımlanır. Filmdə ən maraqlı obrazlardan biri də məhz Makedondur. Makedon rolunu isə Bakının Pirşağı kəndində doğulub boya başa çatan kababçı Aqil Ağacanov canlandırıb. Aqilin filmə gəlməsi isə tam bir təsadüf oldu. Filmin aktyor seçim mərhələsi zamanı rejissor Həsən Seyidbəyli Maşağadakı bağına gedir və oradan qaydanda Pirşağı kəndində tində oturan uşaqların içərisində Aqili gözü tutur. Aqilə yaxınlaşır, onun filmi çəkilməsini dəvət edir. Aqil heç vaxt filmə çəkilmədiyinə görə Həsən Seyidbəylinin bu təklifini zarafat kimi qəbul edir və deyir, mən heç vaxt filmə çəkilməmişəm. Amma rejissorun təkidləri ilə Aqil razılaşır. Onun da bir şərti olur. Filmə çəkiləcəmsə, məhəllə uşaqlarını da filmə çəkəcəksiniz deyirlər. Rejissor razılaşır. Əslində Aqilin filmdə bir çox kapizləri olur. Onlardan biri də filmdəki Tanya ilə öpüşmə səhnəsi olur. Özü də etiraf edir ki, Tanya ilə öpüşmə səhnəsində özüm qəsdən elə edirdim ki, kadr alınmasın və Tanya ilə dəfələrlə öpüşüm. Filmdə Cahangir Zeynalov və Ziya Seyidbəylidən başqa meyxana deyən uşaqların hamısı Aqilə görə kənddən gələn uşaqlar idi. Meyxana məhz ilk dəfə bu filmdə bir janr kimi tarixə düşdü. Daha sonra bir folklor sənəti kimi rəsmən öz təsdiqini tapıb. 1949-cu ildə Bakının Pirşağı kəndində anadan olan, 2 filmlə adını kino tarixinə yazdırmağı bacaran kababçı Aqil Ağacanov bugün 77 yaşında vəfat edib.